Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizləri Mərdəkandan salamlayıram. Deyərdim ki, Mərdəkanın mərkəzindən, çünki düz icra hakimiyyətinin yanındayıq və burada 5,5 sotun üzərində çox möhkəm və səliqəli evin təqdimatına gəlmişəm və bu ev haqqında ola bilər biraz videomuz uzansın. Çünki çox səliqəli, möhkəm bir inşası var. Tam beton monolitdir və burada çalışacağım ki, tikinti prosesini də sizə göstərim. Nadir hallarda bir mərtəbəli evlərdə tam tavanı da betondan eləyirlər. Bu bağ evi demək olar ki, şəxsi istifadə üçün inşa edilib. Çünki bütün ISO sistem, HBŞB sistemindən ibarətdir və işlənilən materiallar çox yüksək keyfiyyətli materiallardır. Və bir daha da vurğulamaq istəyirəm ki, Mərdəkanın mərkəzi yerləşdiyi ərazi çox yüksək dəyərləndirilir və indi sizə bu bağ evi haqqında başlayırıq təqdimata. Deməli, həyətə daxil olan kimi belə bir meydançamızdır avtomobillərin parkingi üçün və küçəsində də rahatçılıqla avtomobilinizi saxlaya bilərsiniz. Və daxil olan kimi bizdə burada belə bir yay və qış mətbəxi var, isti döşəməli. Bax, görürsünüz, tam avadanlıqlı, burada necə deyərlər, qab yuyana qədər paltar yuyan və evin də daxili tam avadanlıqlı sizlərə təklif olunur. Belə bir mətbəximiz idi. İndi keçirəm barbekü zonanı sizə göstərim. Belə bir manqalımızdır. Burada bir soba da ediblər qazan yeməklərini sevənlər üçün. Həyətimizdə avtomatik suvarma sistemi var və bu da çox yaxşıdır ki, bağbana ehtiyac yoxdur. Avtomatik olaraq özü qoşulur. Və bu proyekt 5,5 sot sizə indi görünüşdən biraz kiçik gələ bilər. Arxasında da sahibi meyvə ağacı əkib və əlavə olaraq texniki otaqdır, evin qazanxanasıdır və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. İndi isə mən keçirəm evin qarşısında yerləşən terasa və nəzərinizə çatdırıram ki, bu teras isti döşəməlidir. Çünki ola bilər ki, alan yoldaşlar istəyərlər buranı da şüşəli etsinlər, burada da günlərini keçirsinlər qışda. O səbəbdən də sahibi buranı, necə deyərlər, isti döşəmə ilə edib və bayaq sizə vurguladığım HBŞB sistemlərdir. HBŞB sistemlər çox baha başa gəlir, bunu bilənlər bilir. Həyətin arxasını sizə daha keçib göstərmirəm, bayaq vurguladım və evin qarşısında olan bu hovuz haqqında məlumat vermək istəyirəm ki, hovuzumuz isti sistemə yığılmış hovuzdur, belə bir şəlaləsi var. Mənim bu bağ evində ən çox xoşuma gələn bu illərin şam ağaclarının sahibinin saxlamasıdır. Hovuzumuzun graniti də fərqlidir, keramikası. Və mən indi sizə terasdakı proyektoru göstərmək istəyirəm ki, burada da dostlarınızla, qohumlarla, yaxınlarınızla əyləşirsiniz. Belə bir gözəl proyektordan film izləyirsiniz, sevdiyiniz musiqiləri dinləyirsiniz. Yəni ki, bir sözlə çox gözəl ediblər. İndi isə mən daxil olacağım evə. Bir daha vurğulamaq istəyirəm ki, evimiz tam beton monolitdəndir və burada evin fasadı tamamilə ağlay daşları ilə fasadlanıb, həmçinin də hasarlar və küçəsi. Bu da əlavə xərclər tələb edir. Start qiymətini deyəcəm, çünki endirilib bu evin qiyməti. Ayaqqabılarımı açıram və daxil oluruq evə. Evə daxil olan kimi bizi belə bir dəhliz qarşılayır. Bu ev bəzən olur, yoldaşlar özləri üçün, istirahət üçün də istəyə bilərlər, 4 fəsil yaşamaq üçün də çox əla bir təklifdir. İlk öncə mən sizə zal studiyamızı göstərmək istəyirəm. Belə bir ürəkaçan zal studiyamız var. Birbaşa HBŞB sistemlərlə terasa çıxışlı və tam avadanlıqlı, artıq burada mikro dalğalı sobadır, sobasıdır və çox belə keyfiyyətli materiallardan istifadə ediblər. Belə bir süni kaminimiz var. Fərqli üslub yaradıblar. Kondisionerlərimiz LG-yə məxsusdur. Bir sözlə bazarlığınızı edirsiniz, gəlirsiniz bu evə, çünki soyuducular boldur, həm yay mətbəxində, həm burada. Belə bir keyfiyyətli masalar da qoyublar. Və burada belə bir camaşırxanamız var. İstəyirəm onu sizə göstərim. Artıq paltar yuyan da quraşdırılıb. Bayaq vurguladığım kimi burada əşyalar boldur. Evin ümumi
sanitar qovşağını göstərmək istəyirəm. Bu arada da bildirmək istəyirəm ki, divar içi paçokumuz Qroxa aiddir. Yataq otaqlarını sizə göstərirəm. Yataq otaqlarımızın sayı 3-dür. İkisi mebeldir, biri xaric. Ümumiyyətlə, evdə çox yüksək keyfiyyətli işlər görüblər. İndi sizə master yataq otağını göstərmək istəyirəm. Baxın, burada artıq qardirob da var və belə bir gözəl bir görüntüdür. Bu hissəsini isti döşəmə ediblər. Nəyə görə? Çünki çox böyük bir şüşəli stilajımız var. Yataq otaqlarında radiatorlar da quraşdırılıb. Daxilində hamam otağıdır, qardirobdur, tam TV-lər quraşdırılıb. Beləliklə, dəyərli izləyicilər, bir daha vurğulayıram, beton monolit inşası var. Gələcəkdə istəsəz ikinci mərtəbəni inşa edə bilərsiniz. Bu sizin üçün çox üstün bir cəhətdir. Evimiz 5,5 sotda inşa edilmişdir və start qiymətimiz 590 mindən 530 minə endirilib. Real alıcılara əlbəttə ki, yenə də endirim olunacaq. Müraciət eləyin, əlimizdən gələn köməkliyi edək və unutmayın ki, bağımaz sizin etibarlı seçiminizdir. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.